Bakıda fəaliyyət göstərən Ali Fight Club İdman klubu qısa müddətdə kickboksing sahəsində diqqət çəkən uğurlara imza atıb. Azərbaycan Kickboksing Federasiyasının tərkibində fəaliyyət göstərən klub təkcə idmançı hazırlamaqla kifayətlənmir, həm də gənclərin fiziki və mənəvi inkişafına xüsusi önəm verir. Azərbaycan Kickboksing Federasiyasının tərkibində fəaliyyət göstərən Ali Fight Club artıq 5 ildir fəaliyyət göstərir. Klub bu illər ərzində bir çox yarışlarda uğur qazanaraq müxtəlif turnirlərdə qaliblər yetişdirib. Uşaqlara fiziki və ya döyüş texnikası yox, həmçinin fokus, özünə inam, iradə və həmçinin xarakterin bütövlüyündə onların üstündə çalışırıq. Qarşıda bizim Bakı və Respublika çempionatımız var. Uşaqları dünya və Avropa çempionatından çıxarmağı planlaşdırırıq. Klub rəhbərliyinin sözlərinə görə şəhid ailələrinin övladları, şəhid ailələri və kimsəsiz uşaqlar üçün məşqlər tam ödənişsiz təşkil olunur. Elə uşaqlar var ki, aqressiyalı olur və ya travmalı uşaqlar olur. Onları biz birbaşa məşqə götürmürük, ancaq psixoloq ona müdaxilə edəndən sonra onda o artıq o aqressiya bir 60% gedəndən sonra onu məşqlərə cəlb edirik. Klubda əsas məqsəd yalnız çempion yetişdirmək deyil. Burada uşaqların sağlam həyat tərzi sürməsi, özünə inamlı və disiplinli fərdlər kimi formalaşması üçün xüsusi məşq proqramları tətbiq olunur.